Ölkə və dünya iqtisadiyyatının gündəmində olan əsas xəbərləri isə bizə Aysel Fərziyeva təqdim edir. Axşamınız xeyir Aysel. Hər vaxtınız xeyir Mehman. Hansı xəbərlərlə gəlmişsiniz? Mehman, maraqlı xəbərlərimiz çoxdur, amma istərdim ki, birini xüsusilə diqqətinizə çatdırım. Bilirsiniz ki, ötən il belə bəzi iqtisadi problemlər, xüsusilə də qonşu ölkələrdə və dünyada iqtisadi problemlərlə yadda qaldı, amma Mərkəzi Bank manatın məzənnəsini sabit saxladı və bunu necə nail oldu, bunu necə reallaşdırdı? Bax, bugün Mərkəzi Bank bu barədə açıqlama yayıb. Biz bu açıqlamanı diqqətinizə çatdıracağıq. Eyni zamanda başqa maraqlı xəbərlərimiz var. Odur ki, bizi izləyin. İzləyək. Bir qədər də ətraflı. Mərkəzi Bank ötən ilin 11 ayında manatın məzənnəsini sabit saxlamaq üçün atılan addımları açıqlayıb. Bankın yaydığı məlumata görə manatın Birləşmiş Ştatlar dollarına nisbətdə kəskin bahalaşmasının qarşısını almaq üçün valyuta bazarında təklifin tələbə üstələməsini nəzərə alaraq 1 milyard 270 dollarlıq alış yönlü müdaxilə edilib, lakin dekabrda qonşu ölkələr, xüsusilə də Rusiyada yaşanan böhran və rublun ucuzlaşması Azərbaycan valyuta bazarına psixoloji təsir edib. Nəticədə bu dövrdə dollara yaranan tələbat artıb və bazarda yaranan durumu tənzimləmək üçün Mərkəzi Bank bazara 1 milyard 127 milyon dollarlıq satış yönlü müdaxilə edib. Nəticədə isə manatın sabitliyi qorunub saxlanılıb. Vergi məcəlləsinə edilən dəyişiklik ölkəyə gətirilən və ölkə daxilində istehsal edilən tütün məhsulları arasında aksiz vergisinin hesablanması arasındakı fərqi aradan qaldıracaq. Vergilər Nazirliyinin baş idarə rəisi Natiq Şirinov yeni hesablama mexanizmini Lider TV-yə açıqlayıb. Yeni mexanizmə görə sigaretlərin hər bir ədədinə 4 manat, siqarların isə hər bir ədədinə 10 manat olmaqla aksiz vergisi hesablanacaqdır. Yəni, Abdullah prinsipdən spesifik prinsipə kesilmişdir. Və bunda da əsas məqsədlərdən biri ölkə arasında ithal olunan və ölkədə istehsal olunan tütün məhsulları arasında aksiz vergisinin hesablanması arasında fərqlərin aradan qaldırılması olmuşdur. İndi isə dünyada baş verən iqtisadi yeniliklərə nəzər yetirək, Birləşmiş Ştatlar və Avropa İttifaqında benzinin qiyməti aşağı düşür. Amma xammal neftindən fərqli olaraq burada enmə sürətlə baş vermir. Səbəb Avropanın yanacaq doldurma stansiyalarında tətbiq edilən yüksək aksizlərdir. Fransanın neft sənayəçiləri birliyinin hesablamalarına görə Avropa İttifaqında benzinin 1 litrinin son qiymətinin cəmi 1/3 xammal neftinin qiymətindən asılıdır. Yəni neftin 50% ucuzlaşması benzinin qiymətinə ancaq 17% təsir edir. Rusiyanın Ukraynadan 3 milyard dollar kredit borcunu tələb etməsi şayədir. Ukraynanın baş naziri Arsen Yasenyuk belə deyib. Let me express on behalf of the Ukrainian government. Moskvanın rəsmi Kiyevdən 3 milyardlıq uzun müddətli kreditini tələb etməsi xəbəri şayədən başqa bir şey deyil. Biz ağır maliyyə durumundayıq. Hamı da bunu gözəl bilir və buna görə də ölkəmizdə islahatlar aparırıq. İnanırıq ki, bu islahatların uğurla həyata keçirilməsində Beynəlxalq Valyuta Fondu və qərb partnyorlarımız bizi dəstəkləyəcəklər. Rusiya krediti isə üzləşdiyimiz problemlərimizdən yalnız biridir. Rusiyanın Gazprom qrupuna daxil olan Gazprom Şveyz AC şirkəti Türkiyənin Akfel qaz kampaniyasında pay sahibliyinə yiyələnmək üçün müraciət edib. Türkiyənin neft-qaz inhisarçısı BOTAŞın özəlləşdirilməsi və şirkətin müqavilələrinin bir qisminin bazarın digər oyuncularının əlinə keçməsi nəticəsində Gazprom Türkiyə bazarının ən iri qaz operatoruna çevrilmək arzusunu ortaya qoyur. Onu da qeyd edək ki, Gazprom hazırda fəaliyyətini daha çox Xəzərin zəngin qaz yataqlarında cəmləşdirib. Mən əminəm ki, BOTAŞ şirkətinin strukturları 2016-cı ildə yenidən qurulacaq. Ən başlıcası isə adı çəkilən şirkət özəlləşdirmə prosesindədir. Qanunvericiliyə görə o bazarda beynəlxalq oyuncu ola bilməz. Bu səbəbdən biz BOTAŞın qaz bazarından gedişini və kontrakt həcmlərini bazarın digər oyuncularına verməsini gözləyirik. Belə ki, BOTAŞ Türkiyənin qaz bazarının 75%-nə nəzarət edir. Qalan 25% isə özəl şirkətə məxsusdur. Bugün neftin qiyməti yenə də kəskin eniş nümayiş etdirməkdə davam edir. Amerikanın New York əmtəə birjasında hərraca çıxarılan light markalı qara qızılın bir bareli 44 dollar 58 sentə təklif edilir, yəni 2,7% aşağı düşüb. Brent nefti isə 3 dollardan da çox ucuzlaşıb və London birjasındakı bu neft 45 dollar 66 sentə satılır.
Fond bazarlarında bir qədər yüksəliş var. Amerikanın əsas səhmləri yaşıl zonadadılar. Yaponiyanın Nikkei 225 indeksi də artım edib. Avropanın səhm bazarındakı yüksəliş isə daha çoxdur. Qızıl bugün dəyərini artırmağa başlayıb və onun bir unsiyasının qiyməti 1238 dollar 63 sentə qədər artıb. Gümüş daha çox 1% dəyərini artırıb. Platin və palladium da dəyərlərini artırıblar. Mis və alüminiumsa əksinə bir qədər ucuzlaşıblar. Vahid valyutanın dəyəri düşməkdə davam edir. İndi avro dollar 1.1785'dir, dollar yen 118.44, funt sterling dollarsa 1.51.66'ya bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarımdır, 1 avro 92.83'dür, Rusiya rublu 1.2 qəpik, Türk lirəsi isə 34 qəpikdir. Belə, hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə də qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Bizdənsə bugünlük bu qədər. Mehman, söz yenidən sizdədir.